Onluq say sistemində verilmiş 127 kvadratı vurulsun 2 üstü 4 üstə gəlsin 34 kvadratı vurulsun 2 üstü 7 ifadəsinin qiymətini 8-ci say sistemində müəyyən edin. Baxaq, əvvəlcə nə etməliyik biz bunları? 8-ci say sisteminin, yəni daha doğrusu 8-in qüvvətləri kimi yazmalıyıq. Çünki məsələn bizdə belə bir qaydamız var. 8-in üstü 3 nəyə bərabərdir? 1 arxasında 3 dənə sıfıra. 8-ci say sistemində. Ona görə biz bunları nəyə çevirməliyik? 8-in qüvvətlərinə. Amma rahat olsun deyə əvvəlcə nəyə keçirdirik? 2-nin qüvvətlərinə. 127-ni yazarıq. 128 çıx 1-in kvadratı kimi. Vurulsun. 2 üstü 4 üstə gəlsin. 34-də belə yazaq. 32 üstə gəl 2. Kvadratı vurulsun 2 üstü 7. Bunu hesablayarkən müxtəsər vurulma üsullarından istifadə edirəm. 128-in kvadratı üstə gəlsin 1-in kvadratı və bunların hasilinin 2 mislini nə edirəm? Bunun üzərinə gəlirəm. Bu da edir mənfi 256. Vurulsun 2 üstü 4. Daha sonra üstə gəlsin 32-nin kvadratı. Üstə gəlsin 4. Üstə gəlsin bunların hasilinin 2 misli. Yəni ki 128. Bunları nəyə vururam? 2 üstü 7-yə vururam. Daha sonra bərabər edirəm bunları. Yəni daha da sadələşdirirəm. Yazıram. 128-i 2 üstü 7 yazsaq və qüvvətində də 2 yazsaq. Buna nə olur? Hasili olaraq tapılır. Deməli yazıram 2 üstü 14 üstə gəlinsin 1 çıxılsın 2 üstü 8 vur 2 üstü 4 üstə gəlinsin 32-ni də nə deyirəm? 32 üstü 2-ni 2 üstü 10 kimi yazıram. Üzərinə gəlirəm 4-ü. Yəni 4-ü də çevirək. 2 üstü 2 yazaq. 2 üstü 2. Üstə gəlsin. 2 üstü 7. Vurulsun 2 üstü 7. Bərabərdir. İndi bunu vurub sadələşdirək. Yəni vurub açaq. Neçə edir? 2 üstü 18. Üstə gəlinsin. 2 üstü 4. Çıxılsın. 2 üstü 12 üstə gəlinsin. 2 üstü 17 üstə gəl. 2 üstü 9 üstə gəl. 2 üstü 14. Daha sonra nə edəcəm bunu? 8-in qüvvətlərinə çevirəcəm. Məsələn 2 üstü 18-i 8-in qüvvətinə bu formada keçirək də. 2 üstü 3 üstü 6. Yəni birbaşa yazıram 8 üstü 6 üstə gəl. 2 üstü 4-ü də belə keçirdək. 2 vurulsun 2 üstü 3. Bunu edək. 2 vurulsun 8 üstü 1. Yazaq. 2 vurulsun 8 üstü 1. Çıxılsın. 8 üstü 4 üstə gəlinsin. Buradan belə yazaq. 2 üstü 17-dən bu formada yazaq. 4 vurulsun. Yəni 2 üstü 2 vurulsun. 2 üstü 15. 15-i də necə yazacağıq? 15-də bu formada yazaq. 2 üstü 2 vur. 8 üstü 3 üstü. Daha sonra 2 üstü 3 üstü 5. Yəni ki buna belə yazaq. 4 vurulsun. 8 üstü 5. Üstə gəlinsin. 8 üstü 3. Üstə gəlinsin. 2 vurulsun. 8 üstü 4. 2 yox. 4 vurulsun. 8 üstü 4. 4 vurulsun. 8 üstü 4. Bərabər edirəm. İndi. Bunların hamısını alt-alta yazaq. Alt-alta özü yuxarıdan yazaq. Artıq yuxarıları silək. Yəni yer tutmasın boş yerə. Alt-alta yazıram. 8 üstü 6 nədir? Bir arxasında 6 dənə 0. Daha sonra. Gəl yuxarılardan başlayalım. Böyük ədədlərə baxaq. 4 vur 8 üstü 5. 8 üstü 5 nədir? Bir arxasında 5 dənə 0. 4'ə vuranda bu nə olur? 4 arxasında 4 dənə 0 olur. 5 dənə 0 olur. 4 arxasında 5 dənə 0. Daha sonra 4 vurulsun 8 üstü 4'ə baxaq. Bu da eyni qayda ilə 1 arxasında 4 0 idi. 4'ə vurduqda nə oldu? 4 arxasında 4 dənə 0'a çevrildi. Daha sonra 8 üstü 3 də odur ki 1 arxasında 3 dənə 0. Bizdə bir dənə burada qaldı artıq. Bunlara baxdıq. Qaldı. 2 vurulsun 8 üstü 1. Bu dedir 2 vur 1 arxasında 1 0. Yəni ki 2 arxasında 1 0. Bu qədər. Bunları tapdıq.
Çıxmanı ən sonda edəcəm. Hələ ki çıxma hissəsini saxlayıram. Bunları cəmləyək. Cəmlədikdə nə alınır? 1, 4, 4, 1, 0, 2, 0. Formada tapdıq. Nə qaldı bizdə? 8 üstü 4'ü çıxmalıyam həmin ədəddən. Həmin ədəddən 8 üstü 4'ü çıxsam, 8 üstü 4 bizdə neçədir? 8 üstü 4 bizdə 1 arxasında 4 sıfırdır. Gəlin yazaq. 1 arxasında 4 dənə 0 və bunu hesablayaq. Bunu hesabladıqda bizdə nə olur? Yekun nəticə kimi alınır. 1, 4, 3, 1, 0, 2, 0. Bu qədər. Bizim yekun nəticəmiz oldu. 1, 4, 3, 1, 0, 2, 0. Yəni ki, D variantı.